Yeni genetik tədqiqat göstərib ki, bəzi bağırsaq bakteriyaları və qanda olan kimyəvi maddələr balaca boyun səbəbi ola bilər. Nəticələr Pediatric Research jurnalında dərc olunub. Bu, bağırsaq mikrobiotası, qan metabolitləri və Sjögren sindromu arasında səbəb əlaqəsini araşdırmaq üçün Mendel randomizasiyasından istifadə edilən ilk tədqiqatdır. Alimlər müəyyən bağırsaq mikroblarının boyun uzanmasına maneə törətdiyini iddia edib. Tədqiqatın cins səviyyəsindəki mikrobiota məlumatlarına güvənməsi həlli məhdudlaşdırır və növ və ya ştamla bağlı təsirlər araşdırılmamış qalır. Demoqrafik alt qrup təhlilinin olmaması bu assosiasiyaların yaşa, cinsə və ya əcdadlara görə necə fərqlənə biləcəyini başa düşməyi də məhdudlaşdırır. Ümumiyyətlə, bu tədqiqatın gələcək klinik diaqnostikası və müalicəsi bağırsaq mikrobiotasının tənzimlənməsini nəzərə almalıdır deyə alimlər bildirir.